Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordunda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan. Xoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları və bizim 10 intellektual gəncimiz. Azərbaycan gəncliyi xoş gördük sizləri. Xoş gördük sizləri və mən sizin hər birinizə çox sağ olun deyirəm və salamlayıram ki, siz mən Azərbaycanlıyam.az saytına daxil olmuşsunuz. Bu oyunumuzla maraqlanmışsınız və çox xoşdur ki, bugün məhz bu intellektual oyunda, bilik yarışında, zəka savaşında Azərbaycan Tibb Universitetinin tələbələri, intellektualları iştirak edir. Salamlayırıq hər birinizi. Bütün universitetin bütün müəllim heyətini, bütün tələbələrini, rektorluğunu, hər kəsi salamlayırıq. Çünki bu universitet bizim ən qədim universitetlərimizdən və ən sevimli universitetlərimizdən. Uğurlar arzulayırıq sizə təhsilinizdə və bu intellekt qalasını, bu gözəl intellekt qalasını Azərbaycan gənclərinin öz biliyini, savadını göstərmək üçün, Azərbaycana məhəbbətini nümayiş etdirmək üçün, Azərbaycanı necə tanıdıqlarını və necə tanıtmaq istədiklərini göstərmək üçün məhz bu intellekt qalasını sizlər üçün Azərbaycanın Gənclər və İdman Nazirliyi onların təşəbbüsü ilə yaradılıb və onlar çünki daim Azərbaycan gəncliyinin həm intellektual səviyyəsinin, həm də fiziki sağlamlığının keşiyində dururlar və onlara buradan sürəkli alqışlarımızı göndəririk və çox sağ olun deyirik. Eyni zamanda təbii biz Təhsil Nazirliyinə çox sağ olun deyirik ki, onlar da daimi verilişin yanındadırlar və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə xüsusi çox sağ ol deyirik. Azərbaycanda milli elektron avadanlıqları istehsal edən Kür şirkətinə çox sağ olun deyirik və minnətdarlığımızı bildiririk. Azərbaycan televiziyasına xüsusi minnətdarlığımızı bildiririk. Belə ki, bu verilişi Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yüksək
səviyyədə, çox milyonlu tamaşaçılarına çatdırır. Azərbaycan televiziyasına çox sağ olun deyirik və alqışlayırıq Azərbaycan televiziyasını. Belə, oyunumuzun şərtləri isə sizə aydındır. 3 mərhələdən ibarətdir. Birinci mərhələdə mən Azərbaycanın dilbər güşələrinə aid sadə bir sual səsləndirirəm. Sadə ona görə deyirəm ki, siz bunları bilirsiniz. Hər biriniz dəfələrlə olmuşsunuz, görmüşsünüz. Burada sadəcə müşahidə qabiliyyətiniz yoxlanacaq. Sadə bir sual səsləndirirəm, sonra vaxt getdi deyirəm. Bu hələ sizə işarə deyil. Sonra studiyada bir zil səs eşidəcəksiniz. Bax, bu zil səs bitəndən sonra qarşınızdakı düymələri basacaqsınız. Kimin cəhdi uğurlu alınsa, onun qarşısında fənər işıqlanacaq. Və o, cavab vermək hüququ əldə edəcək. Suala, düzgün seçim turunun sualına düzgün cavab verdiyi halda, o artıq ikinci mərhələyə keçir və oyuncuya çevrilir və gəlir bura. Bu bilik tribunasına. İndi isə mənə qalır, yalnız sizləri tamaşaçılarımızla tanış eləmək. Diqqət, tanışlıq. Diqqət. Arif Hüseynli. Pərvin Cabbarova. Amil Məmmədov. Yüksel Hüseynli. İsmail Mustafazadə. Sədat Məlikli. Ramil Hüseynzadə. Nərmin Niftaliyeva. Kamran Məmmədov və Nuran Saadəddinli. Hər birinizə uğurlar arzulayıram və bu tanışlıqdan sonra biz artıq sizlərlə ilk seçim turuna başlayırıq. Diqqət, seçim turunun sualı. Hansı Azərbaycan şəhəri Qafqazın konservatoriyası adı ilə məşhurdur? Vaxt getdi. Nuran Saadəddinli. Şuşa. Şuşa, tamamilə doğrudur. Və biz Nuran Saadəddinlini dəvət edirik ilk yarışına, intellekt savaşına. Nuran, bizim oyunumuzda adətən belədir ki, sualın cavabını tapandan sonra hansı bölgənin adı çəkildisə, yolumuz oradan başlayır bura, bilik meydanına, bu zəfər meydanına gəlir çıxır. Biz də həmişə deyirik ki, yolumuz Bakıdan başlayır, Şəkidən başlayır, Qubadan başlayır. Amma bugün isə deyirik, yolumuz Şuşayadır. Belə, Nuran, indi tamaşaçılarımız səni daha yaxından tanısınlar, buyur. Deməli, mən Azərbaycan Tibb Universiteti Müalicə Profilaktika Fakültəsi 339B tələbəsi, qrup tələbəsi Qax rayonundan gəlmişəm. Belə, bu mərhələ, ikinci mərhələ indi mən Nuran üçün izah edirəm, yəni sizlər də yadda saxlayırsınız ki, ikinci mərhələdə çox mürəkkəb deyil, 5 mövzudur. 5 mövzuda 9 suala cavab verəcəksiniz Nuran. Bu 9 suala cavab verən müddətdə 2 köməyiniz olacaq. Biliyinə güvəndiyin istənilən intellektuala müraciət edə bilərsən, hansı sualda çətinlik çəkdinsə, köməkdən istifadə edirəm deyib, intellektuallara müraciət edəcəksin və cavab verəcəksin. 9 suala cavab verəndən sonra isə artıq finaldasan, sonra bir də finalda görüşəcəyik. İnşallah mən də bunu arzulayıram. İnşallah. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Buyur, mövzu seçimi. Birinci coğrafiya. Coğrafiya mövzusu ilə biz Nuranla oyunumuzu başlayırıq. Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Aralıq dənizindəki limanı vasitəsilə Avropa bazarlarının nəqli üçün nəzərdə tutulan uzunluğu 1773 kilometr olan neft kəməri necə adlanır? Nuran sualı qutarmamış dedi, vaxt cavab hazırdır, bu da xoşdur. Beləliklə, vaxt getməsin. Neftin Bakıdan Ceyhan limanına daşınması üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan. Bakı-Tbilisi-Ceyhan. Tamamilə doğrudur. Coğrafiya mövzusunda növbəti sualımız. Hansı qoruq Azərbaycanın şimal-qərbində, Akstafa rayonunda, Kür çayının sol sahilində yerləşir? Vaxt getdi.
Darıxma. Məşhur qoruqdur. Kömək istəyərdim. Kömək. Kim kömək edə bilər? 2 nəfər Ramin və Sülhəddin kömək eləmək istəyir. Buyur. Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası. Mənim fikrimcə bu Qarayazı dövlət qoruğu. Qarayazı dövlət qoruğu. Bax, Sülhəddin belə bir variant səsləndirdi. Qarayazı dövlət qoruğu. Bunu qəbul etmək, etməmək sənin ixtiyarındadır. Qəbul edirəm. Qəbul edirik. Cavab versəm yox. Alqışlayırıq hər ikinizi. Qarayazı tədqiqatları əsasən Xəzər dənizini əhatə edən hansı Azərbaycanlı coğrafiyaşünas okeanoloqların 1-ci Ümumdünya Qurultayında dünya okeanının səviyyəsi barədə məruzə etmişdir. Vaxt getdi. İndi bilmirəm, biz orta məktəbdə oxuyanda coğrafiya kitablarını məhz o insan yazırdı. Onun adı, kitabların üstündə onun adı idi. Qasım Gül. Qasım Gül. Doğrudur. Belə Nuran, biz mövzunu dəyişməliyik. Buyur. Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət mövzusu ilə biz Nuranla oyunumuzu davam etdiririk. Diqqət. Hansı telekanal 2011-ci il fevral ayının 14-də yayıma başlayıb? 2011-ci il. Aydındır. Vaxt getdi. Azərbaycan televiziyasının konkret adını belə deyə bilmərəm. Azərbaycan televiziyasının mədəniyyət kanalı. Ha, vaxt saxlayırıq. Azərbaycan televiziyasının mədəniyyət kanalı. Yəni mədəniyyət kanalı. Mədəniyyət kanalı belə. Bəli, bu Azərbaycan televiziyasının tərkibindədir və yəni onunla paraleldir. Aydındır. Mədəniyyət kanalı tamamilə doğrudur. Növbəti sualımız Avroviziya 2012 mahnı müsabiqəsi hansı sarayda baş tutacaq? Vaxt. Cavab hazırdır. Buyur. Bu Kristal Saraydır. Kristal Saray. Kristal Hall. Kristal Hall. Tamamilə doğrudur. Bəli. Fortepiano üçün yazdığı Uşaq Süitası əsəri ilə hansı bəstəkar Azərbaycan uşaq musiqisinin əsasını qoymuşdur? Vaxt getdi. Cavab hazırdır. Beləliklə. Asəf Zeynallı. Asəf Zeynallı. Doğrudur. Tamamilə doğrudur. Belə Nuran, mövzunu dəyişməliyik, buyur. Ümumi. Ümumi mövzu ilə biz Nuranla oyunumuzu davam etdiririk. Azərbaycan dünyada başqa cür məhz bu adla tanınır. Bu hansı addır? Vaxt getdi. Odlar yurdu. Odlar yurdu belə. Odlar yurdu. Vaxt dayansın. Odlar yurdu. Odlar. Yurdu. Odlar yurdu, odlar diyarı. Doğrudur. Nuran, növbəti sualımız ümumi mövzuda. Bakı neftçilərinin Rus dilli qəzeti necə adlanır? Vaxt getdi. Getdi. Darıxmırsan, bir köməyin var. Ayrı versiyon yoxdur. Bakinski Raboçi. Bakinski Raboçi. İsrarla onu deyirsən. Ayrı versiyon yoxdur. Ayrı versiya yoxdur.
Onda mənə də Sağollaşmaq. başqa versiyam qalmır ki, təəssüf deyim. Təəssüf deməkdən başqa bir variantım qalmır. Vışqa qəzeti. Təəssüf, Nuran, yaxşı oynadın, amma təəssüf sonuncu suallardan birində artıq alqışların yola saldıq Nuranın. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Təbiətin yaratdığı ən ifadəli abidələrdən biri, ecazkar formalı 5 barmaq qayası hansı rayonumuzun ərazisində yerləşir? Vaxt getdi. Kamran Məmmədov. Xızı rayon. Tamamilə doğrudur, Xızı. Kamran, yolumuz Xızıdandır. Belə, Kamran, indi tamaşaçılarımız səni daha yaxından tanısınlar, buyur. Məmmədov Kamran, Siyazan rayonundan gəlmişəm. Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika 2 fakültəsində oxuyuram. Şərtlərimiz aydındır. Burada 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişməliyik və 2 köməyin olacaq. Sonra da inşallah final. Mövzularımız dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət, bir də ümumi mövzu. Seçimin Tarix və etnografiya. tarix və etnografiya mövzusu ilə biz Kamranla oyunumuzu başlayırıq. Möminə Xatun türbəsi kimin sifarişi ilə tikilib? Vaxt getdi. Bu çox məşhur şəxsiyyətdir, böyük şəxsiyyətdir. Və öz xatununun şərəfinə tikdirib bunu. Kimə müraciət edərəm? Kim kömək eləyir? Kim bilirsə o. Mən Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi Ziyadova Sevil. Məncə bu sualın cavabı Atabəy Şəmsəddin Eldənizdir. Sevil xanım belə bir variant səsləndirdi. Atabəy Şəmsəddin Eldəniz. Bu cavabı qəbul etməmək artıq sənin ixtiyarındadır. Qəbul edək. Qəbul edirik. Təbii, Möminə xatunun şərəfinə onun Şəmsəddin Eldəniz tikdirib alqışlar Sevil xanıma. Tamamilə doğrudur. Diqqət. Suraxanadakı hansı məbəd atəşpərəstliyin əsas abidələrindən hesab edilir? Vaxt getsinmi? Atəşgah doğrudur. Beləliklə, Atəşgah. vaxt getməsin. Atəşgah. Bəli. Doğrudur, tamamilə doğrudur. Tarix və etnografiya mövzusunda 3-cü, sonuncu sualımız. Aran, Bərdə, Qoca, Balıq, Xanlıq, Xantirmə, Buynuz, Muğan, Çələbi, Bəhmənli, Ləmbərani, Şabalıd Buta adı çəkilənlər hansı xalçaçılıq məktəbinin klassik nümunələridir? Vaxt getdi. Məncə bu Qarabağdır. Qarabağ xalçaçılıq məktəbi tamamilə doğrudur. Bəli. Qarabağ. Biz Kamran mövzunu dəyişməliyik. Ümumi. Ümumi. Ümumi mövzu ilə biz Kamranla oyunumuzu davam etdiririk. Diqqət. Qarabağ Futbol Klubunun baş məşqçisi hansı məşhur Azərbaycanlı futbolçudur? Qurban Qurbanov. Alqışlar! Qarabağ futbol komandasını da hamı sevir. Belə. Növbəti sualımız. Ot hansı dövlət simvolunun üzərində öz əksini tapıb? Alov, yəni alov hansı dövlət simvolunun üzərində öz əksini tapıb? Sual aydındır. Gerbin. Beləliklə? Gerb. Gerb. Diqqət. Fizika sahəsində Nobel mükafatı laureatı olan yeganə həmvətənimiz. Vaxt getdi.
köməyə müraciət edərik. Buyur, seç. Oğlan. Tibb Universiteti tələbəsi Quluzadə Turqut. Mənim fikrimcə bu Lev Landau'dur. Lev Landau. Bəli. Bax, Turqut belə bir variant səsləndirdi. Lev Landau. Bunu qəbul etmək, etməmək sənin ixtiyarındadır. Etək. Edirik və alqışlayırıq Turqut'u da. Tamamilə doğrudur, bəli. Lev Landau. Bu da Bakıda yaşamış, bilirsiniz ki, Azərbaycan. Bakı xüsusilə bütün millətlər üçün bir sivilizasiya beşiyi olub və belə bir dahi insan da məhz Bakıda, Azərbaycandan çıxıb. Belə, mövzunu dəyişməliyik, buyur. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Kamranla oyunumuzu davam etdiririk. Əslən, Kəldək kəndindən olan hansı şəxs Tiflisdən icazə aldıqdan sonra Xasmaz dağlarında kimyagərliklə məşğul olurdu. Bu ədəbi qəhrəmandır, vaxt getdi. Kimyagərliklə məşğul olub. Molla İbrahim Xəlil. Bəli, Molla İbrahim Xəlil kimyagər. Bu, Mirzə Fətəli-Xonunun ilk komediyasıdır. Diqqət! Hansı Azərbaycan şairinin Cənubi Azərbaycan mövzusunda yazdığı kitablardan biri İki Sahil adını daşıyır. Vaxt getdi. Süleyman Rüstəm. Süleyman Rüstəm, düzdür. Dil və ədəbiyyat mövzusunda üçüncü, sonuncu sualımız. Diqqət. Ayazlı şaxtalı bir qış axşamı 7 yoldaş olub yola düzəldik. Sözləri Səməd Vurğunun hansı əsərindəndir? Vaxt getdi. Ayazlı şaxtalı bir qış axşamı 7 yoldaş olub yola düzəldik. Qarlarla örtülü bir düzə gəldik. Ayazlı şaxtalı o qış axşamı, o ay dediyimiz göylərin şamı, o qarlı düzlərə baxıb yanırdı. Yolçular getdikcə yol uzanırdı. Komsomol poeması. Komsomol poeması, düzdür. Təbrik edirəm, finaldasan və finalda daha cəsarətli, daha səlis, daha rəvan oyun arzulayıram, həyəcanlanma. Alqışlarla yola salırıq Kamranı. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Diqqət! Ərəb tarixçisi Bələzuri, bu şəhərin Sasani hökmdarı 1-ci Qubat, İran tarixçisi Həmdullah Qəzvini isə Makedoniyalı İskəndərin dövründə salındığını qeyd edir. Hansı şəhərimizdir bu? Vaxt getdi. Aha. İsmail Mustafazadə, buyur. Bu Bərdədir. Bərdə deyirsiniz. Bu məndən soruşsan yoxsa cavab verir? Yox, cavab verirəm. Bərdə. Alqışlar tamamilə doğrudur. Bərdə. İsmail buyur. İsmail Mustafazadə. Bilik yarışında, intellekt savaşında. Baxaq görək Bərdədən kimi gözəlliklər və abadlıqlar var. Belə, İsmail, indi tamaşaçılarımız sənə daha yaxından tanısınlar, buyur. Mustafazadə İsmail, Şirvan şəhərindən gəlmişəm.
Azərbaycan Tibb Universiteti Müalicə Profilaktika Fakültəsi 2-ci kurs tələbəsiyəm. 2-ci kurs. Və deməli Şirvan şəhərindən 2 ildir gəlmisən artıq. Bəli. İndi tələbəsən və uğurlar arzuyuruq. Şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən, 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. Mövzu seçimi buyur. Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət mövzusu ilə biz İsmail'la oyunumuzu başlayırıq. O xanım Azərbaycanın ilk balerinası olmuşdur. Bu Azərbaycanlı xanım kimdir? Vaxt getdi. Auditoriyanın köməyi. Auditoriyanın köməyi. Kim kömək edə bilər? Buyurun, gəlin irəli. Mən Şirinli Kərim, Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika 2 fakültəsinin tələbəsiyəm. Mənim fikrimcə bu Qəmər Almazadədir. Qəmər Almazzadə deyirsiniz. Şirinli Kərim belə bir variant səsləndirdi. Qəmər Almazzadə. Başqa versiyam olmadığı üçün. Başqa versiyan olmadığı üçün. Qəbul edirəm, razılaşdım. Qəbul edirsən. Bunu sadəcə başqa versiyan olmadığı üçün qəbul etmək yox, bunu hər bir Azərbaycanlı gənc bilməlidir və hər biriniz bilməlisiniz. Bu Azərbaycanda o boyda xanım həyatın riskli balerin olub və Azərbaycan kimi bir ölkədə ilk balerinamızdır. SSR xalq artisti, böyük sənətkarımız Qəmər xanım Almazzadə. Hər kəs bilməlidir bunu, sağ ol. Kərimə çox sağ ol deyirik. Diqqət, növbəti sualımız. Səadət, sevinç, torpağın bərəkəti, bazar, Parisi xatırlayarkən Beethoven dünyası, rəsm əsərlərinin müəllifi hansı sənətkarımızdır? Vaxt getdi. Zalın köməyindən istifadə etmək. Zalın köməyindən istifadə. Kim kömək eləyir? Buyur. Quluzadə Turqut. Mən fikrimcə bu Toğrul Nərimanbəyovdur. Turqut, Quluzadə Turqut. Belə bir variant səsləndirdi Turqut. Toğrul Nərimanbəyov. Bunu qəbul etmək, etməmək artıq sənin ixtiyarında. Qəbul edirəm. Qəbul edirik, əlbəttə. Turqut'a bir də alqışlar, bəli. Çox böyük, çox sevimli bir rəssamımızdır. Hətta onun gözəl, məlahətli səsi də var, belə opera səsi. Diqqət. Muğamın sonu, son pərdəsi necə adlanır? Vaxt getdi. Bəstə. Bəstə. Tamamilə doğrudur, bəli, bəstə. İsmail, biz mədəniyyət və incəsənət mövzusunu yekunlaşdırdıq. Artıq köməyimiz yoxdur və mövzunu dəyişməliyik, buyur. Ümumi mövzu. Ümumi mövzu ilə biz İsmail'la oyunumuzu davam etdiririk. Azərbaycanda evli olmayan adamlara deyilən söz Türkiyədə hərbi rütbəni bildirir. Bu hansı sözdür? Vaxt getsinmi? Getməsin. Getməsin. Hərblə çox maraqlanırım. Aha. Subaydır bu. Subay, tamamilə doğrudur, bəli. Yəni bizdə evli olmayana subay deyirlər, orada əskərə. Belə, Dərviş Parisi partladır filmində Dərviş Məsləli Şahroğlunu kim canlandırıb? Vaxt getdi. Dayansın var. Vaxt dayansın. Mirzə Babayev. Mirzə Babayev, düzdür. Ümumi mövzuda 3-cü sualımız. Türkiyədə Azərbaycanlılar tərəfindən açılan hansı telekanal bizim yayımladığımız rəsmi dövlət kanalımızdan cəmi 3 hərfinə görə fərqlənir? Vaxt getdi.
Can Az TV. Can Az TV. Can Az TV, bəli, məhz belə səslənir kanal. Can Az TV, bəli. Belə, biz artıq mövzunu dəyişməliyik. Coğrafiya. Coğrafiya. Coğrafiya mövzusu ilə biz İsmail oyunumuzu davam ettiririk. Hansı kitab nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir və qanunvericiliyə əsasən 10 ildən bir yenidən nəşr olunmalıdır. Vaxt getdi. Vaxt dayansın. Vaxt dayansın. Bizim 8-ci sinifdə çox yaxından tanıdığımız bir kitab. Qırmızı kitab. Qırmızı kitab tamamilə doğrudur. Doğrudur. Elə İsmail, 2 sualımız qalıb, amma köməyimiz yoxdur. Növbəti sual. 4-5-ci əsrlərə aid edilən bu xristiyan məbədi Şəki rayonunun hansı kəndində yerləşir? Vaxt getdi. 4-5-ci əsrlərə aid edilən bu xristiyan məbədi, yəni Alban məbədi deyək ki, Şəki rayonunun hansı kəndində yerləşir? Çox məşhur kənddir. Kiş kəndi. Kiş. Tamamilə doğrudur. Bax. Şəkidən sual olan kimi intellektualların da özündə təbəssüm əmələ gəlir. Diqqət. Çünki çox zarafatçıl insanlar olan bir yerdir. Diqqət. Hansı çay? Kür çayının Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Vaxt getdi. Tərtər. Tərtər. Amma mən də təəssüf demirəm və düzdür, deyirəm. Tərtər çayı. Belə. Beləliklə biz finaldayıq və finalda uğurlar arzulayıram sənə. Finalda daha səlis, daha cəsarətli oyun. Bəli. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Şahnəzərli kəndi yaxınlığında yerləşən bu qədim şəhər 5-ci əsrdə yaranıb, əsrlər boyu mühüm ticarət zonası hesab edilib. Həmin bu şəhərimiz hansı şəhərdir? Vaxt getdi. Vaxt getdi və nəhayət xanımlardan biri də artıq cəhdi uğurlu alındı. Pərvin Cabbarova. Buyur Pərvin. Şabran. Şabran tamamilə doğrudur. Tamamilə doğru. Və dəvət edirik. Şabran. Bəli. Siyəzən rayonunun ərazisində Şahnəzərli kəndinin yaxınlığında, bəli, qədim yer altında, indi bu yaxında arxeoloqlarımız yerin altından axtarıb tatdıqları belə bir Şabran şəhəri var, düzdür. Sonra Dəvəçi rayonuna Şabran adlı verildi, amma bu Siyəzən rayonunun ərazisində idi. Yəni, baxaq. Kiçik qiyabi səyahət elədik. İndi siz özünüz haqqında daha ətraflı məlumat verin, buyurun. Mən Pərvin Cabbarova, Azərbaycan Tibb Universiteti Pediatriya Fakültəsi 2-ci kurs tələbəsiyəm. Bakıda yaşayıram, amma Qubalıyam. Qubalıyam.
Çox gözəl. Şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət və ümumi mövzu. Ümumi. Ümumi mövzu ilə biz Pərvin xanımla oyunumuzu başlayırıq. Bir Azərbaycan məsəlinə görə qız evdə qaldıqca hansı metala dönür? Qızıla dönür. Qız qızıla dönür. Tamamilə doğrudur, bəli. Bir komediyamızda olduğu kimi Səyavuş Aslan deyir ki, qız qızıla dönüb, xəbər yox qızların, sonra oğlanların. Belə, əsl adı Faiqə Atəşin olan hansı Cənubi Azərbaycanlı qadın müğənni dünyaca məşhurdur? Vaxt getdi. Yəni, dünyaca məşhur deyəndə bütün dünya tanıyır onu. Vaxtı saxladaq. Ququş. Ququş, tamamilə doğrudur. Ququş. Çox möhtəşəm səsi vardı ondan. Diqqət. Dövlət Neft şirkətinin indiki baş ofis binası hansı Azərbaycan milyonçusunun mülkü olub? Vaxt getdi. Dövlət Neft şirkətinin baş ofisi. Seyid Mirbabayev. Seyid Mirbabayev deyirsiniz? Bəli. Tamamilə doğrudur. Seyid Mirbabayev, bəli. Yadda saxlayın, bax, belə bir milyonsumuz varmış ki, həmin o neft şirkətinin binası onun mülkü olub. Beləliklə biz mövzunu dəyişməliyik. Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət mövzusu ilə biz Pərvin xanımla oyunumuzu davam etdiririk. Məhəbbət əfsanəsi. Bu torpaqda 2 nəfər, 2 ürək dastanı baletlərinin müəllifi hansı bəstəkarımızdır? Vaxt getdi. Məhəbbət əfsanəsini tanımayan insan yoxdur. Məşhur baletdir. Arif Məlikov. Arif Məlikov, tamamilə doğrudur. Çox böyük, sevimli, dahi bəstəkarımızdır, bəli. Beləliklə, növbəti sualımız. 19-cu əsr rəssamı olan bu şəxs Azərbaycan dəzgah boyakarlığının banisidir. Xüsusi rəssamlıq təhsili almış bu şəxs rəssamlıq sənətini ağac üzərində bədii oyma ustası olan atasından öyrənmişdir. Bu rəssamımızın adı nədir? Vaxt getdi. Köməyim var. Onda köməkdən istifadə edir. Köməklə. Kim köməklə bilir? Buyur. Kərimov Ramil, Azərbaycan Dövlət Neft Akademiyası 1-ci kurs. Mənim fikrimcə bu Mirzə Qədim İrəvanidir. Mirzə Qədim İrəvani. Belə bir variant səsləndirdi Ramin. Bunu qəbul etmək, etməmək sənin ixtiyarında. Qəbul edirəm. Qəbul edirik və alqışlayırıq hər ikinizi. Ramini də səni də, bəli. Diqqət. Bu musiqi janrı dramatik süjetə malik solist müğənni, xor və simfonik orkestri üçün nəzərdə tutulmuş iri həcmli, bir neçə hissədən ibarət əsərdir. Azərbaycan bəstəkarlarından Cahangir Cahangirovun Sabir, Vasif Adıgözəlovun Odlar Yurdu, Qarabağ şikəstəsi, Çanaqqala, Qəm Karvanı adlı əsərləri var. Bu əsərlər necə adlanır? Vaxt getdi. Hətta deyim ki, bu musiqi əsərinin ortasında aktyor ifası da ola bilir. Musiqi altında bəxtdən şeir deyir. Aratoriya. Aratoriya. Aratoriya deyirsən. Bəli, aratoriyadır bu.
Belə, mövzunu dəyişməliyik. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Pərvin xanımla oyunumuzu davam etdiririk. Əli Şirvanşir və Nino Kipiyani hansı romanın baş qəhrəmanları idilər? Əli və Nino. Əli və Nino. Bəli. Neçə nəfər oxuyub? Neçə nəfərin xəbər? Ay, ay. Hər bir intellektuala alqış buradan. Eşq olsun. Sağ olun ki, oxumusunuz. Mütləq oxumayanlar da mütləq oxusunlar. Dünya ədəbiyyatının ən möhtəşəm romanlarından biridir. Ən gözəl romanlarındandır. Və sağ olun ki, siz də oxumusunuz. Füzulinin Həzmicə ən böyük sayılan əsəri hansı əsərdir? Yəni, mənaz ola bilər, çox böyük mənazdır, amma bu Həzmicə ən böyüyüdür. Vaxt getdi. Kömək götürmək istəyirəm. Kömək götürürük. Kim kömək edə bilər? Hansı istəyirəm? Murad gəlsin. Murad gəlsin. Həsənzadə Murad, Azərbaycan Dövlət Tibb Universiteti Müalicə Profilaktika 2 birinci kurs. Fikrimcə bu həqiqətdir süəda. Belə bir variant səsləndirdi. Bunu qəbul etmək, yetməmək sizin ixtiyarınızda. Qəbul edirəm. Və Murada da sənə də alqışlar hər ikinizə. Bəli. Yadda saxlayırsınız. Deməli, Füzulinin Həzmicə ən böyük əsəri odur. Həqiqətdir süəda. Şamil Mahmud Bəyovun 1966-cı ildə çəkdiyi hansı bədii film Süleyman Sani Axundovun eyni adlı hekayəsi əsasında ekranlaşdırılmışdır? Saxlayaq. Saxlayaq vaxtı. Variantım Qaraca qızdır. Qaraca qız. Yəni siz bilirsiniz ki, Şamil Mahmud Bey bunu çəkib 66-cı ildə Süleyman Sani Axundovun əsəridir. Onu da bilirsiniz. Və bunlara görə mən sürəkli bir alqış istəyirəm siz üçün. Bəli, Qaraca qız. Bu maraqlı film Süleyman Sani Axundovun eyni adlı hekayəsi əsasında çəkilib. Beləliklə, bu sual sizi finala daşıdı və uğurlar arzuluyuruq. Çox sağ olun. Alqışlarla yola salırıq. Beləliklə, biz Azərbaycan Tibb Universitetinin intellektualları ilə, gəncləri ilə, yəni hələ birinci, ikinci kurs tələbələri idi. Daha çox bu maraqlı oyunumuzun finalına gəlib çıxdıq. Finalda 3 nəfər var, 3 intellektualımız var. Və hər 3 intellektuala uğurlar arzuyur. Əslində siz bu oyunda oynamaqla hər 10'unuz qalibsiz və hər bir kömək edən, zalda iştirak edən hər bir intellektualımız bu oyunun qalibidir. Və biz yenə də sizlərlə qürur duyuruq və gələcək verilişlərimizdə, inşallah gələcək görüşlərimizdə gözləyirik. Və finalda 3 nəfərdir. Beləliklə, diqqət, final! Azərbaycan Tibb Universitetinin intellektuallarından 3'ü finala gəlib çıxıb. Hər bir oyuncu çox yaxşı oynadı və sadəcə finala 3 nəfər gəlib çıxdı. Finalçılarımız İsmail Mustafazadə, Pərvin Cabbarova və Kamran Məmmədov. Hər birinizə uğurlar arzuluyuruq. Şərt belədir, mən sualı səsləndirirəm, final sualını səsləndirirəm. Yenə də vaxt getdi deyirəm, yenə zil səsi gözləyirsiniz və zil səsin sonunda qarşınızdakı düyməni basırsınız. Düyməni basa bilməyənlər üçün bir ümid qalır ki, düymədə sizi qabaqlamış intellektual sualın cavabını tapa bilməsin. İndi isə diqqət. Bu, Azərbaycan bəstəkar və dirijoru gənclik illərində ağırlıq qaldırma ilə məşğul olmuş, Dinamo cəmiyyətinin birinciliyi uğrunda çox sayılı məsul yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, respublika rekordları qazanmış və bir neçə il Azərbaycan Ağır Atletika Federasiyasına başçılıq etmişdi. Söhbət kimdən gedir? Onu siz deyəcəksiniz. Diqqət, vaxt getdi. Beləliklə, İsmail Mustafazadə, yəni suala diqqətlə fikir verdiniz.
Dinamo Cəmiyyətinin birinciliyi uğrunda çoxsaylı məhsul yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalmış. Ağır atletika ilə məşğul olub. Respublika rekordları qazanıb və bir neçə il Azərbaycan Ağır Atletika Federasiyasına başçılıq edib. Bu, bəstəkar və dirijor kimdir? Onu indi bizə İsmail Mustafazadə deməyə cəhd edəcək. Beləliklə İsmail? Maestro Niyazidir. Maestro Niyazi deyirsiniz. Belə bir variant İsmail Mustafazadə səsləndirdi. Bərvin xanım, sizdə variant var, başqa variant. Ya o variantına razısınız? Siz də Niyazi variantına razısınız. Kəmran? Qara Qarayev. Qara Qarayev variantına razısınız. Aha. Deyirsiniz Qara Qarayev. Belə. İsmail Niyazi dedi, Bərvin xanım razılaşdı, Kəmransa Qara Qarayev dedi. Bu cavabı İsmail Mustafazadə səsləndirdi. Maestro Niyazi. Bəli. Biz dəvət edirik İsmail Mustafazadəni zəfər şağına, zəfər meydanına, zəfər kürsüsünə. Və simvolik olaraq görünür ki, gəlib düşdü. Bu Koroğlu üvertüyasını bu şəkildə, yüksək şəkildə məhz Niyazi öz orkestrində hazırlayıb, orkestrə rəhbərlik edib, dirijorluq edib və o sübut edib ki, musiqi ağırlığını yox, hətta bu idman ağırlığında, ağır atletikada ştanq qaldırmağı da bacarırdı. Və beləliklə, təbrik edirəm İsmail. Bu, mən Azərbaycanlıyam intellektual oyununun qalibi. Fəxri fərmanı hörmətli nazirimizin imzası ilə, Azad Rəhimovun imzası ilə sənindir. Bu gözəl kür kompüter artıq sənindir və sənə uğurlar arzuyuruq. Gələcək işlərində, gələcək bütün başlanğıclarında uğurlar arzuyuruq. Yenə də dostlarını da təbrik edirəm. Doğrudan da Tibb Universitetinin hər bir tələbəsi bugün burada oynamağa layiq idi, qalib olmağa layiq idi. Və ürək sözlərin yəqin ki var və biz birdir. İkinci cümlə. Onda mən səndən əvvəl bütün buradan universitet rəhbərliyinə, bütün müəllimlərə, tələbə heyətinə hamısına salam göndərirəm və sənə uğurlar arzuluyuram. Buyur ürək sözlərini. Heç inana bilmirdim və çoxdan da arzuladığım bir veriş idi, baxaraq. İndi isə xoşbəxtlik idi başqa. Sevinirəm. Sağ ol, sağ ol. Biz də sevinirik ki, sizin kimi evlatlarımız var, sizin kimi intellektuallarımız var. Alqışlarla yola salırıq. İsmail Mustafazadə bugünkü oyunumuzun qalibi. Bir də deyirəm, siz hər biriniz qalibsiniz bugünkü oyunda. Hər bəzilərinə şans düşmədi, bəzilərinə seçim turundan keçə bilmədi. Amma hər biriniz, mən bilirəm ki, burada oynamağa layiq intellektual oyunculardınız. Və həmişə belə olun, həmişə birinci olun, həmişə irəlidə olmağa çalışın və hər birinizə uğurlar arzuyuruq. Və arzu eləyirik ki, Azərbaycan səhiyyəsinin gələcəyi məhz sizin kimi aydınların, sizin kimi zəkaların ixtiyarında olsun və Azərbaycan təbabətini, Azərbaycan tibbini yüksəklərə sizlər qaldıracaqsınız. Bu sizin vəzifənizdir və bu belə də olacaq. Hər birinizə uğurlar arzuyuruq. Sağ olun.